Hər zaman dua edərkən Allah Taala'nın bu uca sifətlərini, böyüklüyünü düşünməlidir mömin. Nəyə görə Rəbbini tanımalıdır? Rəbbini tanıyan insan duasında səmimi olacaq. Rəbbini daha yaxşı tanıyan insan dualarını gözəl edəcək. Həmçinin Rəbbini tanıyan insanın qəlbində elə bir sevinci olacaq ki, əllərini qaldırar, Allah Taala'dan nə istəyər, Allah da onun istəyini verər. O Allahdır ki, göylərin və yerin mülkü ona aiddir. Heç bir övladı yoxdur, heç bir şəriki də yoxdur, ehtiyacı yoxdur. Hər şeyi yaratmışdır və hər şeyi tam ölçü ilə yaratmışdır. Furqan surəsi. Yalnız ona tərəf tövbə edənlər yardım axtarar. Böyük lütf və kərəm sahibidir. Ona üst tutan heç vaxt peşman olmaz. Bütün səmalar və yerlər onun izzəti qarşısında qorxu ilə titrəyir. Yer və göylərdəki hər bir varlıq ona səcdə edir. Allah Teala buyurur: "Və in min şeyin", yerlərdə və göylərdə hər bir şey onun şanına təriflər deyər. O bütün varlıqları yoxdan yaradan, günahları bağışlayan və gizlini biləndir. Qəlblərdəki sirləri, torpağın dərinliklərindəki olanı, ağacların yarpaqlarını və böyüyüb yetişmədən olan toxumları biləndir. Hər şeyi biləndir. O hər şeyi əhatə etmişdir. Elmi ilə hər şeyi bilir. Məhz o hər şeyə rəhmətlə yanaşar, səbirlə davranar, o güclüdür və hər şeyə hakimdir. Allah Teala buyurur: "O onların önündə olanı da, arxasında olanı da bilir. Onun elminə isə heç kəs çata bilməz." Taha surəsi. Baxın nə deyir Allah Quran-ı Kərimdə? Heç bir baxış ona çata bilməz, amma o bütün baxışları görər. O çox incə və hər şeydən xəbərdardır. Ən'am surəsi. Ra'd surəsində buyurur: hər bir şey müəyyən ölçü ilə onun yanındadır. Baxın. Ruhlar yalnız Allah'ı sevəndə rahatlıq tapar. Qəlb yalnız onu xatırlayanda sakitləşər. Ağıl yalnız Allah'ı tanıyanda doğru yol tapar. Uğur da ancaq onun köməyi ilə mümkündür. Qəlblər onun mərhəməti ilə canlanar, ona yaxınlıqla dirilər. Heç kim Allah'ın icazəsi olmadan heç nə də bilməz. Heç kim doğru yol tapa bilməz, əgər Allah istəməsə. Heç kim onun mərhəməti olmadan xilas ola bilməz. Heç kəs ona güc çatdıra bilməz, ona qalib gələ bilməz. Heç bir şey onun istəyi olmadan baş verməz. Onu tam tərifləmək belə mümkün deyildir. Baxın, Allah Teala nə qədər ucadır. Rəbbini tanıyan insan onu sevəcək. Ona görə ariflər nə deyərdilər? Miskin o kəsdir ki, dünyadan köçdü, amma ən ləzzətli bir şey tapmadı. Dedilər, nədir o? Dedi ki, Allah'ı tanımaq və qəlbdə olan Allah'a bağlı olan sevinç. Baxın, heç bir arzu ona ümid etmədən gerçəkləşməz. Heç bir sevinç Allah'ı tanımadan həqiqi olmaz. Cənnətə girmək onun itaəti olmadan olmaz. Yəni, mömin ona qəlbən bağlı olmalıdır. Cənnətin ən böyük neməti onun kəlamını eşitmək, onu görmək və razılığını qazanmaqdır. Allah'ın mərhəməti, elmi və lütfü hər şeyi əhatə edir. Ondan daha üstün, daha mərhəmətli, daha bilən yoxdur. O haqq olan yeganə ilahdır. Haqq Rəbbdir, əsl mülk sahibi. Hər cür qüsurdan uzaq, tam kamil və bənzərsiz bir varlıqdır. Hər şey qadirdir. Hər cür nöqsandan və eyibdən uzaqdır. Heç bir tərif ona layiqincə çata bilməz. Əgər insanlar onun bütün zamanlarda, bütün ibadət növləri ilə tərifləsələr belə, onun böyüklüyünü yenə də tam ifadə edə bilməzlər. Çünki o, özünü necə tərif etmişsə, əsl tərif də məhz elə odur. Allah da Quran-ı Kərimdə özünü neyniyir? Tərif edir. Allah bütün səxavətlərin ən səxavətlisidir. Qulu istəmədən öncə ona verir nemətlərini. Az bir əməli belə dəyərləndirir və artırar. Çoxlu günahları bağışlayar və örtər. Göydə və yerdə nə varsa ona dua edir. O hər şeyi eyni anda eşidər. Heç bir şey onu məşğul etməz. Milyonlarla insan eyni anda dua etsə də, o heç birini qarışdırmaz və hamısına cavab verər. Çünki Allah'tır. Dua etməyi və dua edənləri sevir. Qul dua edəndə Allah bəndəsinin dua etməsində israrı sevər və boş çevirməkdən həya edər. Çünki o çox mehriban və şəfqətlidir. O günahı örtər, bağışlayar, rəhm edər. Heç kim ona niyə bağışladın deyə bilməz.
Ona yaxınlaşan heç vaxt boş qayıtmaz. O yaxşı əməlləri qəbul edər, pislikləri örtər, səhvləri bağışlayar, nalələri eşidər, çətinlikləri aradan qaldırar və ümidsizə ümid verər.